Salam, bu video buraxılış və blok imtahanları haqqında olacaq. Bu iki imtahan haqqında birlikdə bir video hazırlamaq istədim. Çünki birinci buraxılış imtahanına necə hazırlaşaq onu verək, daha sonra blok imtahanına fokuslanaq deyə. Yəni bir-birinə əlaqəli olduğu üçün birlikdə ikisi haqqında danışacağam. Əvvəlcə başlayaq buraxılış imtahanlarından. Buraxılış imtahanı bilirsiniz ki, 3 fəndən olur. Azərbaycan dili, riyaziyyat, ingilis dili. Bu qədər detallı danışmamalıydım. Bunlardan da ən birinci Azərbaycan dilindən başlamaq istəyirəm. Azərbaycan dilindən bilirsiniz ki, qrammatika elə bir 30 sualdan 10 sual qrammatikadır və qrammatika az bal verir. Az bal verdiyi üçün də çox insan onu ciddiyə almır. Amma mən məsələn özüm 9-cu sinifdə olsun, 11-ci sinifdə olsun, qrammatika həmişə full düz yazmışam da. Yəni qrammatika mənim üçün daha önəmli olub həqiqətən. Çünki mətnin özü də qrammatikaya, yəni dayanır da. Nəysə, yəni qrammatikanı bilirsiniz, necə baxmayın, yəni o az bal verir. Az bal versə də elə bir cibinizə bal atırsınız. Başa düşün, yəni cibinizdə balınız hazır var. Ona görə məncə, yəni mən düzdür, çox dərinliyinə gedirdim Azərbaycan dilində. Amma siz o qədər getməsəz də, ailə hər bir qaydanı bilsəz, bütün qrammatikanı düz yaza bilərsiniz. Və yazsaz, yəni oradan sizə bal gəlir də. Səhv eləmirəmsə 30 bal verir, ya daha da az verməlidir, bilmirəm. Yadımdan çıxır. Amma yəni ən azından qarantilirsiniz də, yəni 10 sualı düz yazdınız. Sonra mətnlərdə də qapalıları, çünki bəzən mətnlərdə gözləyir ki, açıqlar çətin olsun, qapalılar çətin olur. Mətnləri də çox-çoxlu işləyin. Mətnlərdə elə suallar olur ki də, yəni gözləyirsən ki, bu düz olacaq, amma səhv olan suallar olacaq həqiqətən. Və mən o sualın özündə də bu buraxılış imtahanında düşmüşdü. Həqiqətən bilirsiniz, çaşdırıcı bir sual olur da, yəni baxırsan ki, mətndə o variantın ikisi də var da, amma səndən tam nə o istəyir, onu başa düşmürsən. Mən orada onu anladım ki, onun məntiqini dərk eləmək lazımdır, o mətnin sualların və çoxlu-çoxlu işləmək lazımdır ki, o məntiqi də tutasan. Həqiqətən. Burada əsas məsələ çox oxumaq deyil, keyfiyyətli oxumaqdır. Mən bu sözü bilirdim də, hər yerdən eşidirəm. Çünki özüm də abituriyent olanda videolara baxırdım da. Deyirdim ki, hamı deyir də, çox oxumaq yox, keyfiyyətli oxumaq lazımdır falan. Mən çox oxuyan olmuşam, keyfiyyətli oxuyan olmamışam, açığı deyim. Ona görə deyirəm ki, yəni siz o səhvləri eləməyin. Yəni orada başa düşdüm ki, həqiqətən praktik eləsəydim, polnu da yəni daha da artığını eləyə bilərdim. Yəni məsələn, mən Azərbaycandan 5 il hazırlığa getmiş biri olaraq niyə 100 yaza bilmədim? Düzdür, 100-ə yaxın bal yığmışdım. 9-cu sinifdə 85 idi, nə qədər idi? 11-ci sinifdə 90 nə qədərsə, nəsə. Amma 100 yaza bilərdim. 9-cu sinifin özündə də, 11-ci sinifin özündə də. Yəni o qədər yaxşı bilirdim ki, hətta 9-cu sinifdə heç hazırlığı dayandırmışdım. O riyaziyyata, ingilisinə üstünlük verirdim. Yanvardan falan sonra getmişdim. Müəllimim də yəni bunu bilirdi. İcazə də vermişdi. Yanvardan təzədən davam eləmişdim. Qaldığım yerdən. Burası mən o vaxtlar, məsələn 9-cu sinifdə deyəsən mətndən vermişdik də, Amma mən məsələn qabaqcadan liseyə hazırlaşdığım üçün orada da deyəsən mətn yox idi. Ancaq qrammatika idi 25 sual. Ona görə qrammatikanı ancaq öyrənirdim. Full qrammatika öyrənirdim. Həqiqətən 25 sualdan mən 23-24 dənə düzüm çıxırdı. Bir dənə səhv o da fonetikadan falan çıxırdı. Başa düşürsüz? O qədər qrammatika, mətn mənə qəribə gəlirdi. Məsələn uşaqlara baxırdım, mətn onlara asan gəlirdi. Həqiqətən hazırlıq dostlarıma həmişə mətn onlara asan gəlib, qrammatika çətin gəlib. Amma qrammatika həmişə full yazan mən olmuşam. Ona görə məsələn mən 9-cu sinifdə yenə dediyim kimi qrammatika full hamısı düz yazırdım, mətn mənə çətin gəlirdi. Həqiqətən. Mətni də sonradan düzəltdim. 11-ci sinifdə patlatdım mətni, amma o bir dənə sual mənə təsir elədi. Mən daha çox o suallar, çünki elə suallar vecimə almırdım əşi. Yəni də elə-belə o olur, ulduzlu sual kimi deyildi, mənə düşməz. Yəni düşdü də konkret. Həqiqətən o sual üstündə kaş çox dursaydım, kaş. Yəni hər mətndə, hər yox deməyim, bəzi mətnlərdə düşürdü o elə qıcıqlandırıcı sual. Kaş onun üstündə dursaydım, məntiqi belə praktik eləsəydim, dərk eləsəydim o məntiqin, yandım töküldüm. Birində elə bir sual idi, axıra saxlamışdım, düzgün variantı tapmışdım, yazmamışdım. 2.5 balım da oradan getmişdi. Çox qıcıq bir şey. O 2 sual elə mənə problemli oldu. Amma qalan mətnin açıq sualı hamısı düz idi, tam bal vermişlər. O qədər qəşəng bir şeydi. Yəni nəysə, yəni dedim ki, mətnin də üstündə durun. Yəni mənim hazırlıq dostlarım kimi, mətn asandır falan deməyin, həqiqətən. Açıq sualları detallı yazın, həqiqətən. Ondan sonra qapalıları küçümsəməyin, alçaltmayın daha doğrusu. Qapalılarda dediyim kimi fikir verin. Azərbaycan dili belə. Yəni Azərbaycan dilində bu arada alçaldırlar falan. Yəni baldır da, yığırsan cibində saxlayırsan. Hələ asandır, lap yaxşı, asanın üstündə durursan, sən bal yığ. Bizdə elə bir şey var bu arada. Çətindir, çətinə hazırlığa gedim, çətin üstünə daha çox işləyim. Xeyr, asanın üstünə daha çox işlə ki, hələ, yəni asanı qarantilə, bal yığasan. Çətini də ki, yəni onsuz yəni bilmirsən, heç cürə bilməyəsən. İndi riyaziyyata keçək. Riyaziyyatın da mən qapalıların 9-cu sinifdə, 11-ci sinifdə hamısı düz yazmışdım. Yəni də
nə deyə bilərəm ki, orada açıqlar problem olur. Həqiqətən 9-cu sinifdə də məndə açıq balım aparmışdı. Nə qədər yığmışdım? 9-da hətta 11-dən daha çox yığmışdım deyəsən. Həqiqətən elə bir şey. Nəysə, çox yandım, töküldüm. Mən hələ 11-də əksinə riyaziyyat daha yaxşı oxuduğumu düşünürdüm. Nə qədər yığmışdım riyaziyyatı, bilmirəm. Nəysə, yəni elə bir şey də 9-cu sinifdə 80 yığmışdım, ya 11-də yığmışdım, bilmədim, qarışdı. Nəysə, hə, yəni hansısa şey yığmışdım da, nə afişa. Hə, yəni demək istədiyim odur ki, riyaziyyatda açıq suallara önəm verin. Bax, açıq sualda praktika dayanır. Daha çox praktik eləsəydim mən, daha çox falan, həqiqətən, yəni məncə onları da yaza bilərdim. Yəni dediyim kimi, baxırsan ki, əslində o çətindir. Bilirsiniz, riyaziyyatda şey sual var. O həmişə bir sual nə qədər uzundursa, həmişə asan olur. Çünki orada daha çox detal verirlər. Amma nə qədər xırda bir cümlədən ibarətdirsə məsələn şey, sual, onda o şey olur, çətin olur. Çünki orada heç nə vermir də, özün belə girib o düstur falan tapmalısan. Ona görə dediyim kimi, sadəcə praktika dayanır bu. Keçək ingilis dilinə. İngilis dili listening, nə deyə bilərəm? Heç nə. O məndə məsələn olurdu da 3 düz 3 səhv. Məsələn, cəmaət bir dənə səhv eləyirdi, şey kimi baxırdı, ayda bir dənə səhv. Çünki elədir, həqiqətən 6 sual olur. Yəni ondan bir dənəsi, 2 dənəsi səhv oldu, 3 dənəsi səhv oldu, yerdə nə qalır? Onsuz 2-3 dənəsi açıqdır, 2-3 dənəsi də qapalıdır. Yəni onun haqqında o da praktikdir. Çoxlu dinləyin həqiqətən. Yəni o da ki, bilirsiniz necədir? Yəni şey eləməyə çalışmır. İlk başda mən əzbərliyim, yadlayım. Məsələn, təsəvvür edin ki, Azərbaycan dilində olsa o mətn başa düşərik də. Hə, qoy mən ingilis dilini Azərbaycan dili səviyyəsində bilim falan. Xeyr. Bu din imtahanı elədir ki, həqiqətən bəzi şeylər praktika dayanır. Həqiqətən. Yəni o şey üçün bilirsiniz necə, elə bir sənət öyrənirəm, gelimlə o falan, elə bir şey deyilmiş. Mən onu çox səhv dərk eləmişdim həqiqətən. Çünki mən də əslində dediyim kimi də bir şey yol axtarırdım falan, nə bilim. Çünki mənasız gəlirdi. İmtahanı əzbərliyim falan filan çıxım gedim. Deyirdim yox da, yəni adam kimi öyrənib, amma elə deyil imtahan. Yəni imtahan sistemi o idi ki, çoxlu praktik eləməliydin. Konkret savad məsələsi deyil, oxuyum gedim yazım. Həqiqətən mən blok imtahanında onu çox yaşamışdım. Yəni gedimə xeyr, praktik idi, konkret praktik idi. Yəni o hansı bir şeydi, aç kitabdan göstər, düsturu yazım. Elə deyildi həqiqətən. Hə, hə, yəni o elə çoxlu dinləməlisiniz. Yəni dediyim kimi, məsələn nə var? Cümləni tamamlamaq. Hə, orada eşidirsən, şey eləyirsən falan. Yəni elə şeylər var. Məsələn elə sözlər var ki, çaşdırırsan da, ingiliscəsində olur axı, tələffüzü eyni olur, yazılışı fərqli falan. Yəni elə şeylər var. Mən çaşdırmışdım. Təsəvvür listeningdə nə deyirdi? Decision falan deyirdi, buraxılış imtahanı. Mən decision yazmışdım da, tamam mı? Amma orada başqa bir şey deyirdi. Tam olaraq nə deyim bilmirəm. D hərfi eşitmişdim, götürüb hə, o sözü bilirdim, o yazmışdım. Nə əlaqə yəni? Biraz düşünsəm, hə, listeningdə hansı söz işlənə bilərdi o D ilə əlaqəli, tapardım. Həqiqətən. Həmin ki o sözü sonra da işlətmişdi davam edir. Niyə elə yazmışdım bilmirəm. Nəysə yəni. Ondan sonra qrammatika yenə fullaya bilərsiniz. Azərbaycan dili kimi. İngilis dilində qrammatika lap şeydir, əzbər kimidir də dediyim kimi. Hə, variantlar çıxdaş edib tapa bilərsiniz. Belə. Ondan sonra ayda ingilis dilinin mətnin hamısı məndə düz idi. Qapalı, açıq hamısı düz idi. Həqiqətən o çox mənim üçün heç gözləmədiyim şeydi. Özdə variant hamısı E variantı gedirdi. Dedim ayda burada nəsə bir şey var. Amma yenə də fikrimdən dönmədim çünki əmin idim. Siz də əmin olun. Yazmışdım, elə də olmuşdu həqiqətən. İnşama mənim bal verməmişdilər. Halbuki mən həmişə inşalı patladan insan olmuşam da həqiqətən. İnşaya mənə bal verməmişdilər, 0 bal. Halbuki hazırlıqda məndən belə zəif oxuyan oğlan falan da avaradır, ona bal vermişlər həqiqətən. Şoka düşmüşdüm. Apellyasiya verdim, 1.4 bal falan vermişlər. Hələ də inşa mənim yaralı yerimdir. Amma nə bilim, yəni özü memarlığa aid idi inşada, yəni memarlıq da yəni uzmanlıq alanı, tamam mı? Yəni o vaxt OTK-dan da sınağa memarlıq haqqında düşmüşdü. O qədər qəşəng yazmışdı. Onda da bal. Nə problem başa düşmürəm. Bəzən problem sizdə olmuş həqiqətən. Apellyasiya da verin bu arada. Mən sizi dəstəkləyirəm. Məni çox qorxutdular. Apellyasiya vermə, bal kəsmirlər. Kimsə balını kəsmirlər, tamam mı? İndi sən yazdığından da asılıdır, nəsə şeylə bilmərəm. Amma məsələn, mənim müəllimim mənə çox dəstək oldu, riyaziyyat müəllimim. Dedi, onlar yəni bekar deyirlər, kimsə durub sən balı kəsin. O bəzilər də var ya, hə bekar deyirlər, necə gəldi apellyasiya? Xeyr, baxırlar, bal verirlər. Mən şəxsən bal verdilər. Həqiqətən də. Sən sadəcə məsələn mən çıxartdım meyarı, tamam mı? Əvvəlcə öz yazdıqlarıma baxdım, kitabça baxa bilirsiniz də onlayn. Öz yazdığıma baxdım, cavabı verim, meyara baxdım, qarşılaşdırdım. Hə, orada variant var da, hə, nə vaxt 3-də 2 bal düşür, 3-də 1. Dedim ki, mənə düşər də bu, tamam mı? Mən elə inşanı tam da gözləyirdim. Ya da 3-də 2, 3-də 1 bal vermişlər yəqin ki, 1,4 bal yəqin ki elə idi. Hə, nəysə, sodu bal verdilər. Buna da şükür həqiqətən.
Yəni bal verirlər, balınızı kəsmirlər, aşağı salmırlar. Guya deyənlər var, ki, hə deyirlər mənim tanışım var idi, verdi ki, mənim ətrafımda olmayıb açığı, mənim özümdə də olmadı ki, hə balımı kəsdilər falan. Elə bir şey bilmirəm. Mənə açığı hələ bal verdilər. Yəni belə, yəni verin həqiqətən. Nə deyim, yəni apellyasiya şey eləməyin. Dediyim kimi, bir də hə, məsələn mənim müəllimim özü, mən dedim, mənim ingilis dilimi, riyaziyyatım falan onun özü vermişdi. Təsəvvür elə, riyaziyyat müəllimim. Mənim ingilis dili müəllimim çox şey eləmirdi. Mən dedi, inci vermə, inci kəsəlim falan filan. Həqiqətən çox qorxurdu onun tələbələri. Sonra mənə dedi ki, hətta ürəklisən, nə yaxşı ki də verdin. Həqiqətən özü müəllimim çox şey eləmişdi. Riyaziyyat müəllimim dəstək durdu. Hə, özü də yəni uzun-uzadı yazmaya ehtiyac yoxdur. Sadəcə yazırsınız ki, belə mənim cavabım meyarda verilən C variantına, B variantı falan uyğundur. Onlar da baxırlar, hə, variantı verirlər. Məsələn, mən yazmışdım ki, belə də, yəni ingilis dilində yazmışdım. Riyaziyyatı elə yazmışdım mənim müəllimim özü. Amma ingilis dilində məsələn mən yazmışdım ki, şeydir. Leksik baxımından da, qrammatik baxımından da zəngindir də. Yəni bal verilməsini düşünürəm falan filan. İngilis dilində uzun-uzadı yazmışdım. 2-3 cümlə yazmışdım yəni, amma riyaziyyat müəllimi çox sadə şey yazmış. Amma ingilis dilində bal vermişlər bu arada. Riyaziyyat çay qayıq məsələləri idi. Ona niyə bal vermədilər bilmirəm. Həqiqətən bilirsiniz necə? Mən tapmışdım. Orada nədə səhv eləmişdim tapandan sonra. Qayıq məsələsi adi bir şeydə, yəni çox asandır da. Açıq sual. 0 bal vermişlər. Ciş kimi orada götürdüm. Cavabı mənfi tapmamışdım. Cavabı 9 almışdım desən. 9-da dayanmalıydım da. Gedib mən 2-yə vurmuşdum, neynəmişdim. Fərqli bir düsturda 0 vermişlər. Çox acımasız idi da o həqiqətən. Halbuki məsələn ingiliscə bal vermişlər, riyaziyyata da verməli idilər. Nəysə. 0 elə də 0-da da qaldı. Hə, amma müəllimim də demiş ki, incə ona bal verməyəcəklər biraz. Çünki yəni də biraz şeyli yazmışdım da. Apasına idi. Nəysə, yoxsa həqiqətən o 9 tapmışdım. Ora qədər düzgün gəlsəm şey olardı. Burası oran da biraz gəliz yollarla gəlmişdim konkret ona görə. Nəysə, dediyim kimi, yəni əminsinizsə verin, həqiqətən bal verəcəklər. İngilisdən sonra bir şey qalmadı. Yəni buraxılış imtahanı bu. Bir də buraxılış imtahanı o qədər vermişik ki, şəxsən mənim özümdə ancaq imtahan verdim. Liseye hazırlaşanda imtahan, sınaq, liseyin özündə falan, yaşam mücadiləsi, nə bilim 9-cu sinif buraxılış. Buraxılışı mən uje garantiləmişdim. Tamam mı? Hə, 9-cu sinifdə 220 bal yığmışdım. Hələ mən o qədər qorxurlar. Dedim, o vaxtda şeylənmirdik də, tamam mı? Dedim, mən 200-ü keçəməyəcəm zət. 220 yazmışdım falan. Mamam düz qane eləməmişdi, izin baxırdı. Hə, amma yəni demişdim şu 200-ü keçmişdim. Amma sonra dərk elədim ki, hə, cəmaət nələr yazıb. Mən 220. Az gəlirdi. Hə, 11-ci sinifdə 250 yığdım mən. Hə, dediyim kimi daha da çox yığa bilərdim. Hamı məndən daha çox gözləyirdi, özüm də çox gözləyirdim. Niyə elə oldu bilmədim həqiqətən. Nə, amma baxsan ingilis dilindən dediyim kimi listeningdə 2 səhvim var idi. Qrammatikadan bir dənə idi, ya full yazmışdım bilmirəm düz. Hə, o bir də inşa idi problem. Amma görürsüz yerdə gəldi nə qədər bal. 80 bal idi ingilis dili. Həqiqətən yerdə gəlir bu bal qalır. Bal sistemi heç vaxt alınmayacaq. Düşünəsiz, o bu alınmayacaq. Sizə onu da deyim, həqiqətən. Dəli olasınız da, ayda bal vururam, çıxıram, bölüm alınmır. Bir dənə səhv edirsən nə qədər bal yerdə qalmır. Səhv düzü aparmır, amma bal yerdə qalmır. Buraxılışda səhv düzü aparmır, blokda aparır. Hə, belə yəni. Riyaziyyatda açıq suallar. Ayda bir dənəsi nə qədər bal verir? Hə, bir dənəsi üçün yerdə nə qaldı? 2 dənəsini yazan təsəvvürlə balın 80-a falan düşür də. 80 neçə olur? Tamam mı? 2 dənə açıq sual və 0 versələr. Ona görə çox qəliz şeylərdir. Həqiqətən bir də riyaziyyatda şey də var. Qapalı ayrı, tam açıq ayrı, bir də elə bir həllinə baxmadan sırf cavabdır da. Hə, orada. O sualda da məndə müxtəsər vurma düsturunda nəsə səhv ailəmi qatmışdım bir-birinə. O qədər yandım, töküldüm o suala. Heç nəyə, elə balım heçdən getdi. Azərbaycan dili mükəmməl idi. Mətndə hə 3-də 2 bal verdilər deyə balım az gəlmişdi. Yəni sıfırım yox idi. Belə. İndi blok imtahanına keçək. Blok imtahanına həqiqətən 10-cu sinifdə bir dəfə getmişdim. Sınaq imtahanlarına, hə onu da deyərəm sizə. 11-ci sinifdə də birincisi şeylədim. Çünki məsələn kimyada hazırlığa gedirdim əslində. Prosta təzə keçirdim mövzuları falan, tamam mı? Kimya mənim üçün əsas deyildi deyə mən 11-ci sinifdən başlamışdım. Amma kimyaya gedəcək olan varsa informatikanın özündə 10-cu sinifdən başlayın. Həqiqətən. İndi informatika deyə bilmərəm, o deyirlər ki, informatikada mövzu azdır. Prosta daha çox praktik eləməsi deyəsən. Amma kimya, üzvi kimya var, qeyri-üzvi kimya var. Mən düzdür, mən özümü qane eləyəcək şəkildə bal yığdım. Yəni mənə bəs elədi. Amma nə bilim, daha çox yığa bilərdim də. Çünki əsas yüksək baldır da. Başım kim istəməz yüksək bal. Kaş qabaqcadan getsəydim. Çünki mənim müəllimim məsələn əvvəlcədən qurmuşdu planını uşaqlarına üzvü kimə, qeyri-üzvü kimə. Düzdür, mən də o liseye hazırlaşanda 8 sinifdə qeyri-üzvü kimə bilirdim. Amma yəni o vaxt da liseye hazırlaşırdım deyə çox şey eləmirdim də. Başa düşdünüz yəni. Kaş daha çox üstündə dayansaydım.
11, heç olmasa 10-cu sinifin axırlarından getsəydim falan yanvardan sonra, bilmirəm də, yəni nəysə. Belə, çünki 11 sinifdə həqiqətən çatdırmaq olmur. Tamam, özdə mən memarlıq hazırlaşıram, bilmirəm rəsmin dərdini çəkim, qabiliyyət, bilmirəm üzvi kimya durum, qeyri-üzvi kimya. Qeyri-üzvi kimya daha çox elə bir əzbərdir, daha çox çünki duzlar var, oksidlər falan filan. Üzvi kimya sanki əzbərdir, amma üzvi kimya mən heç vaxt öyrənə bilmədim. Çünki dediyim kimi 11 sinifdə öyrənmişəm və o beynəlxalq adlandırma falan filan mənə çatmadı. Öyrənirsən ha qaydasını, heç vaxt tətbiq edə bilmirsən. Həqiqətən çox praktik eləsəydim onu da tutardım söhbət, amma o da elə qaldı yarımçıq. Yəni belə deyə bilərəm. Kimyadan, mən bildiklərimi yazdım 10-15 dənəsi. Elə hamısı düz çıxdı, mənə bal verdi, bəsim idi. Açıq sual olsun falan filan. Yəni bu belə. Fizikadan oyda 1 səhifə, 2 səhifə dayalbada yoxlayırdım, düz gedirdi. Amma ondan sonra şeydi, axırlarda korladım falan. Dəqiq əmin olduğum şey, yəni mən o şeyi yazmışamsa, demək ki, bilirəm də, paputu yazmamışam axı, ya da atmamışam. Səhv çıxdı falan, şoka düşdüm. Sonradan açığı maraqlanmadım, səhvim nədir falan filan. Yəni vermişəm canım qurtarıb da, tamam mı? Neynəsən də şey deyil. Sınaq deyil axı. Səhvini öyrənəsən, buraxılışda blokda eləmərəm falan. Oca dil imtahanıdır, buraxıb getmişəm. Tamam mı? Hətta özümə gələ bilmədim. Eləsə buraxılışın özündə olsun. 1-2 ay sonra açdım. Baxdım ki, bu nədir? Blokda da elə oldu. 1-2 ay sonra yayda açdım, baxdım bu nədir? Özümə gələ bilmirdim. O nə səhvlərdir də, tamam mı? Nəsə indi blokun riyaziyyatından başlayaq. Belə, riyaziyyatı açdım, 10-15 dəqiqə işini yazamadım. 10-15 dəqiqə kimi gəldi mənə daha doğrusu. Birinci səhifəsində, yəni bu nədir də, tamam mı? Dedim, yəni keş o birisi səhifəsi falan və mən riyaziyyatı 22 dənə falan, elə bil ki, 30 sualdan 22 dənə düz yazmışdım. Yazdıqlarımı yazdım. 8 dənə boşum var idi, inana bilirsiniz. 8 dənə yazmadığım. O qədər yandım, töküldüm. Nəysə 8 dənə yazmadığım var, amma 23 dənə yazdım düz idi. Heç olmasa onu da şükür. İsbatıma da deyim, bir deyəsən 0 vermişlər. Ya, yox, məncə bal vermişlər biraz. Bilmirəm, isbata da çoxlu praktik edin. Həqiqətən isbat elə bir şeydir ki, o da yəni şey deyirlər, qayda cib yazasan. Sadəcə isbatın da məntiqi tərəfi vardı. Həmin an məsələn hardan gəlir? Bilirsiniz də, yəni həndəsədə bir dənə paralel xətt çəkirsən, oradan nə qədər şey tapırsan. Həqiqətən cəbirdir, nə bilim, açırsan o tərəfə, bu tərəfə. Yəni məntiqi şeylər vardı. Prosta biz çox durmurduq üstündə, həqiqətən açığı desəm. Mən çünki elə eləyirdim də, həndəsə çıxdı, oradan buradan xətt çək, cəbir çıxdı, trigonometriyadan falan düşər, incə şeylərin aç üstündən olar. Həqiqətən, amma qəribə bir şey düşmüşdü. Hardan girim məsələ, neyini bilmədim. Açığı. İsbatı şeyləmin çünki bal verir, əlbəttə. Axırıncı suallar 9 bal verir deyəsə, 27 balı onlar verir. Amma o birisi açıqlarım düz idi. Təsəvvür açıqları düz yazmışdım mən fizikadan da, riyaziyyatdan da. Qapalılar zay qalmışdı. Ona görə deyirəm ki, qapalıları alçaltmayın. Riyaziyyat belə yəni. Blokun riyaziyyat, buraxılışın riyaziyyat, optionda full hamısını düz yazmışam qapalıları. Və indi dedim ki, bunu da elə eləyəcəm, açıqlar biraz şeylərəm. Blokun elə deyildi. Blokda gördüm ki, oxumaq söhbət deyildi, oxuyum gedim yazım. Praktik eləməliydin çoxlu, konkret. Mən gördüm də, yəni məsələn adi bərabərsizliyə aid sual. Mən o yazamamışdım. Həqiqətən niyə? Çünki hardan girim məsələnin içinə, tamam mı? Adi bərabərsizlik qaydası deyil, nəsə qəliz bir şeydir. Yəni mən ona necə girim o şeyin içinə, tamam mı? Bilmirdim. Yəni belə. Ondan sonra fizikada çoxlu praktik edin, çoxlu sınaqlar işləyin. O qədər peşmanam danışdıqca. Həqiqətən. Belə yəni 100 bal falan şey eləyirdi. Hətta mən sınaqda atikada 100 almışdım. Deyirdim, indi patladacam da şeyi, bloku. Nəysə, fizikası zadı belə 100 obisi, 100 bobisi falan filan, riyaziyyatı, fizika elə. Kimyada dediyim kimi özümə bəs eləyəm falan, belə. Amma daha çox ola bilərdi təbii ki də. Belə. Başqa nə deyim, sınaq imtahanlarına gedin, dediyim kimi. 9-cu sinifsizsə, təbii ki də 9-cu sinifi də alçaltmayın. Həqiqətən, yəni yığın da yüksək bal. Çünki bilirsiniz necə, ətrafımızda o oxumayanlara həmişə həsrətlə baxmışam, həqiqətən. Çünki onların ailəsi heç nə demir falan. Həyatda elə bir rahat yaşayırlar. Amma oxuyanlar, hələ elə bilirsən ki, oxursan dərdin qurtuluyor, daha da üstü və şeydir. Oxursan bir dərs, oxumasan bir dərs söhbət həqiqətən. Yəni nə bilim, 220 yığmışdım məsələn, evdəkilər qane eləmirdi. 11 sinifdə 250 yığdım, qane eləmir. İndi məsələn bu videonu çəkirəm, bəzisi baxacaq, 250 yığıb, mənim videoma baxmayacaq. Elələri olacaq həqiqətən. Hansı kimə baxır? 300 bal yığanlar, 280, 250 plus, hətta 250-yə də şey baxırlar. Mən hətta utanıram ki, məsələn deyim ki, mən 250 yığmışam buraxılır. Təsəvvürün elədir. Yəni ona görə də bu baskılar çox olacaq. Həqiqətən universitetdə də yığdığınız yüksək bal. Məsələn mən yığdığım yüksək bala görə sabah qruplarına qəbul olmuşam. 2-ci semestrdən bu gün ilk dərs günü idi, bəli. Şeylədim.
Belə yəni. Ona görə həqiqətən universitetdə də o yığdığınız yüksək bal önəmlidir. Məsələn, bizdə qız var idi, universitet üzrə ən yüksək yığan bal, memarlıqda o var idi. Yəni əlbəttə nümunəvi şeydir, o yaxşı bir şeydir yəni. Yığmaq məsələn memarlıq deyirdilər, 330-dur da keçidi, amma qız 648 yığmışdı, tamammı? Yəni konkret də 650 bal yığıb qalıb kənarda, yəni başa düşdün, yığıb çəkilib kənara. Yaxşı bir şeydir bu. Yəni deyirlər ki, o balla gedib, o mənasızdır bu arada. O balla getdim, bunu seçdim falan. İxtisası istəmək önəmlidir. Bal uğruna bal indi 10 balı elədi. Mən nə edə bilərəm? Çünki memarlıq çətin sənətdir, qabiliyyət verir. Hamı qabiliyyət vermək istəmir. Tamammı? Az adam verir. Bu keçid balı da azdır. Bu o demək deyil, sənət alçaq bir sənətdir, sənətə şey yoxdur, gələcəkdə ona iş yoxdur. Çox gözəl sənətdir. Çox şeydir. İndi ən qabaqda gedən dizaynerlikdir, memarlıqdır. Bunlardır qabaqda gedən. Dizaynerlik 5-ci qrupdadır falan filan alçaldırlar onu hamı, buraxılış imtahanı verir hamı tək. Qalır adam belə. Amma elə şey deyil. Xahiş edirəm. Yəni 2-ci qrupda zaten nə qədər ixtisaslar var aşağı balla falan filan. O təsəvvürlə o hamı bilir. Hamı gedir balın yığır, ora girir. Memarlıq sənətini heç bilməyənlər var. Təsəvvür edin. 330 balı mən nə edə bilərəm, o keçid azdır. Tamammı yəni? Ballar qalxdı. Hamı uje nə qədər bizim 600 pluslarımız oldu. Təsəvvür edin. Konkret. Balda qalxdı. Yəni elə şeylər var. Belə deyəcəklərim budur. Tövsiyə videosu budur. Sizə onu demək istəyirəm ki, keçən videoda memarlıq haqqında paylaşdım. Memarlıq mənim üçün çox önəmli idi. Çünki video tapanmırdım. Ona görə yaralı yerim idi. Video hazırladım. Buraxılış blok haqqında da hazırladım. Çünki bu da yaralı yerimdir. Bundan sonra gələcək videolar çox maraqlı olacaq. Özümdə həyəcanlanırım. Hətta bir an istədim elə bir video çəkim. Dedim, hələ sırada buraxılış bloku var. Çünki imtahanlar da yaxınlaşır. Bundan sonrası gələcək olan videolar universitet həyatı, universitet şeyində danışacağım. Universitet dərsləri ayrı, universitet həyatı ayrı, universitet dostluqları ayrı. Çox maraqlı, çox həyəcanlanıram özümdə. Belə sabah qruplarında oxuyuram, görək başımıza nələr gəlir. İmtahanlar falan fərqli olacaq. Məsələn, bizdə memarlıq layihələrimizi izah eləyəcək falan filan. Məsələn, adi oxuyanda biz memarlıqda layihələrimizi eləyirdik, verirdik, bizə bal verirdilər də. Heç bilmirdik də, yəni qoyub orada çıxıb gedirdik. Balımızı bir dənə baxırdıq şəxsi kabinetdə budur. Heç bilmirdik ki, şeydir, yəni nədən bal kəsiblər, nəyə bal veriblər, tamammı? Amma şey olaraq özümüz izah eləyəcək. O da yaxşıdır ki, gələcəkdə iş həyatımızda məsələn bizi şey eləyəcək də. Nəysə. Bunu başqa bir videoda danışaram. Option təcrübə yığırsınız. Bu video buraxılış blok haqqında olsun. Belə ki, bu videoya baxanlar da memarlıqla əlaqəsi olmayanlar da şey eləməyib. Bu qədər. Uğurlar sizə. Ümid edirəm kömək ola bildim. Digər videolarda görüşərik.